Tindən salam. В общем, так что, значит, bunu gətir. Qardaş, bu nədir? Rus dilində nə danışsan? Eseri geri qaytarırlar. Hala yox, desəm inanmayacaqsan. Akademik, həm də ki deputatımız Nizami Cəfərov qeyd edib ki, bu sözləri itələyək öz lüğətimizə. Heç girəni çıxardarmamışıq lüğətdən. Hələ bu harasıdır? Qeyd edib ki, bu dəmirçi sözü varsa, ola bilsin olsun taxtaçı da. Hə, Nizami, yaxçı da. O iş boynum tutdu. Hala bu boyunda tuz olur, o nə deyirlər? Ay, sağ ol. Nizami bəlim, siz bilərsiniz, bu Ostroxandroz sözü var bizim lüğətdə. Dinliyor, tinimiz düzdür. Deyirəm, ala heyfdir qabaqlar, köhnə məhəllələr, tinlər, nə bilim, ala məhəllə uşaqları. Düz deyə Sovetskiyada olmuşam, amma Naxçıvani yadıma düşdü. O vaxt heyfdir. Məhəlləyə futbol oynayardıq, qaçdı tutdu, salka, samakat sürərdik. Məhəlləmizdəyik, day, dandayıq. Bu uşaqda günah yoxdur ki, məhəllə qoymusunuz ki, qalsın. Hər yerindən duran bir dənə MTK açıb, metqalayıb tikir. Nə məhəllə qoymusunuz, nə də uşaqlar üçün oynamağa yer. Yerdən o qədər göydələn qaldırmışsınız ki, məhəlləsi də yox. Yazıq uşaq nə eləsin? Çıxıb elə göydə oynayacaq da. Dinliyor, tinimiz düzdür. Bir də müəllimə yazır ki, 8-ci sinifin rəhbəriyəm. Sinifimdə 2 dənə qardaş oxuyur. Neçə vaxtı dərsə gəlmirlər. İyi gördüm məhəllədə. Dedim, ala, xeyr ola məhəlləyə gəlmirsiniz. Uşaqlar qeydib deyir ki, müəllimə, evdə işimiz var. Deyir, araşdırdım, gördüm ki, 2 qardaş hər səhər durub geyib dağdan qulançar yığıb satırlar. Dedim, bir şey çıxır. Dedim, müəllim, Allah bərəkət versin. Bu sezon 2 dənə dana almışıq. Birinin də qiyməti 1200-1500 manat. Müəllimə deyir, özümü saxlamayıb. Az qala deyəcəkdim ki, nə olar? Səhər duranda mənə də aparın da. Özümü güclə saxlayıb dedim ki, bura bax, sabahdan gəlin dərsə. İndi qardaşlar, siz deyin, günah kimdədir? Bu elmi təhsili atıb pulun dalıyca gedən qardaşlərdə, yoxsa bu ət, süd verən, peyin verənin qiyməti, təhsil verənin qiymətindən az olan müəllimədə, bəlkə də qulançardadır. Dinliyor, tinimiz düzdür. Mədəniyyət Nazirimiz Adil Kərimli Mədəniyyət mətbuğa Şuşada Vaqif poeziya günü keçiriləcək. Bunun üçün 320.175 manat pul da ayırıb. Kişi kimi tenderdə keçirdim. Tenderi kim utsa yaxşıdır. Elə öz tikinti şirkəti. Hələ Adil müəllim, bu Vaqifin poeziya günündə tikinti şirkətiniz nə tikdirir orada? Hə? Yağın tikib çörəcək də. Siz özünüz də bilirsiniz ki, orada bir dövs ki, nə vaxtsa sizin də tikəcəklər torbavuzu. Atan balası, bunların tikib çördükləri nə qədər ləhri olsa, indi öz aramızda bizim tinimiz düppədüzdür ya.